İqtisad Universiteti ilə qiymətli kağızlar üzrə Dövlət Komitəsi arasında birgə inkişaf fəaliyyətinə dair anlaşma memorandumu imzalanıb. Tərəflər arasında bağlanmış müqavilənin əsas məqsədi ali təhsil müəssisəsi ilə əməkdaşlığın hərtərəfli inkişafını təmin etmək və qiymətli kağızlar bazarı üçün yüksək ixtisaslı kadrların hazırlanmasına dəstək verməkdir. Tədbir giriş sözü ilə açan Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib ki, maliyyə sisteminin mühüm sahəsi olan qiymətli kağızlar bazarı hökumətin hər zaman diqqət mərkəzində olub və bu sahədə mütərəqqi tədbirlər həyata keçirilib. Bunun bariz nümunəsi kimi Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı dövlət proqramı çərçivəsində qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığının yüksəldilməsi istiqamətində qiymətli kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyəti ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq xüsusi yer tutur. Ona görə də Dövlət İqtisad Universiteti komitə ilə əməkdaşlığa xüsusi önəm verir. Çünki praktik biliklərin əldə olunmasında və məzunların işlə təminatı məsələsində bu cür əməkdaşlığın böyük rolu var. Qiymətli kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı çıxışı zamanı bildirib ki, təhsil, elm, təlim, tədris və bu istiqamətdə inkişaf yönümlü əməkdaşlığın genişləndirilməsi tələbələrin maliyyə biliklərinin artırılmasına, zəngin iqtisadi savada malik kadr kimi formalaşmasına töhfə verəcək. Komitənin nəzdində fəaliyyət göstərən Kapital Bazarı üzrə Təlim Mərkəzi tələbələrin əmək bazarında rəqabətə qabiliyyətli kadr kimi yetişməsində müxtəlif növ təlim proqramları təşkil edəcək. Sədr təklif edib ki, ictimaiyyətdə qiymətli kağızlar bazarı üzrə biliklərin təbliğatının artırılması üçün tələbələr Kapital Bazarının səfirləri kimi fəaliyyət göstərsinlər. Razılaşma çərçivəsində tələbələrin praktik biliklərə sahib olması üçün ali təhsil müəssisəsində birja laboratoriyası da yaradılacaq. Tədbirin sonunda hər iki qurum arasında anlaşma memorandumu imzalanıb. Tələbə və müəllimlərin maraqlandıran suallar cavablandırılıb. Surxay Atakişiyev, Xəyalə Məmmədova, Elçin Tağıyev, xəbərlər.